Sahabe qadınlardan birisi deyir ki, Fatimə binti Qeys. Deyir ki, mənə 3 nəfər talib oldu. Mən gəldim Allah Resulü aleyhissalatu vesselamla istişarə etməyə. Ey Allah Resulü, mənə kimi tövsiyə edirsən? 3 nəfər mənə talib olub. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, filan kəs səni döyəcək. Filan kəs cimridir, malından sənə verməyəcək. Sən Usama bin Zeydi seç. Vallahi deyir, o 3 nəfərin içərisində deyir, istəmədiyim kimsə elə oydu deyir. Fəqət deyir, mən sırf Rasulullah sallallahu aleyhi ve sellemə itaat olsun deyə onunla evləndim deyir. Yəni sırf Rasulullah'a itaat olsun deyə. Düşün, gənc qızdır, ilk evlənir, 3 nəfər talib olub, 3 nəfərin içərisində də ən çox istəmədiyi kimsə Allah Rasulunun ona tövsiyə etdiyi kimsədir. Mən deyir, Allah Rasuluna itaat olsun deyə onunla evləndim deyir. Bir müddət keçir, insanlar bunların evliliyinin xoşbəxtliyindən o qədər çox danışırlar ki, deyir, bir insan bir insana xeyir dua etmək istəyəndə deyirdi ki, Allah sizə Usama ilə Fatimənin evliliyi üçün bir evlilik